sağlamlığında mühüm rol oynayan, lakin bir çoxlarımızda çatışmayan vacib bir vitamindən, D vitaminindən danışacağıq. Bu vitamin sadəcə sümüklərimiz üçün deyil, ümumi sağlamlığımız üçün həyati əhəmiyyət daşıyır. Gəlin birlikdə daha ətraflı nəzər salaq. D vitamini orqanizmdə hormon kimi fəaliyyət göstərir. Sağlam böyümə, sümüklərin və dişlərin formalaşması, əzələlərin qorunması məhz onun sayəsində baş verir. O həm də ürəyin, dərinin, qalxanvari vəzin və böyrəklərin normal fəaliyyəti üçün vacibdir. Statistikaya görə hər 4 nəfərdən biri D vitamini çatışmazlığından əziyyət çəkir. Bu isə diabet, depressiya, astma, ürək-damar xəstəlikləri və hətta bəzi xərçəng növləri kimi ciddi problemlərə yol aça bilər. D vitamini həmçinin qanın normal laxtalanmasını təmin edir, arterial təzyiqi tənzimləyir, xəstəliklərə qarşı immuniteti gücləndirir, testosteron səviyyəsini artıraraq cinsi funksiyalarda dəstəkləyir, qandakı şəkərin səviyyəsinə də öz mühüm təsirini göstərir. D vitamini günəş şüalarının təsiri ilə dərimizdə sintez olunur. Amma kölgə, buludlu hava, qalın geyimlər, günəş kremləri və şüşə bu prosesi azaldır. Bu səbəbdən bir çox mütəxəssislər D vitamini əlavələrinin qəbulunu daha effektiv hesab edirlər. İldə ən azı 2 dəfə orqanizmdə D vitamini və kalsium səviyyəsini yoxlatmaq məsləhət görülür və lazım gəldikdə D vitamini qəbul olunur. Amma unutmayın, hər bir vitamin əlavəsi yalnız həkim məsləhəti ilə qəbul edilməlidir.